Bizdə rayonda belə bir şey var. Kənddən şəhərə, şəhərdən kəndə gedəndə marşrutda dost, tanış, qohum, əqrəba belə bir-birlərini görəndə tez düşən o birisilərin də yol pulunu ver və deyir düşərsə, yəni pulun çatıb. Bu əvvəl də var idi bir şey olanda. Fikir vermişəm, indi də var. İndi başqa rayonlarda vardı, yoxdur deyənmərəm. Nəysə, indi bir gün məndə olardı artısa bir 15 yaşım. Gəlib düşmüşəm Moskvaya. Bir yerdə işləyirəm. Orada da bir 3 dənə Rus paçanı ilə tanış olmuşam. Bir gün elə oldu ki, bunlarla eyni vaxtda marşrutda getməli olduq. Mən də birinci düşdüm. Dedim, mən də bir jest eləyim. Bunların üçündə yol pulunu verdim. Özdə dedim, bu xoditi. Yəni düşərsiz. Biri var, sözü mənasına tərcümə eləyəsən. Biri də var, promo mentaliteti tərcümə eləyəsən. Gördüm, bunlardan səs çıxmadı. Söndüm ki, üçü də mal baxır mənə. Amma üzlərində təbəssüm var. Üzlərindən oxudum ki, üçü də ürəyində fikirləşir ki, nə qəşəng lox tapmışıq, yol pulumuzu verdi. Sonra bilmişəm ki, belə şeylər bunlarda olmur. O bizdə də. Burada dost, tanış, hara gəlirlər, hər öz şotun verir. Hələ Avropada zətdə eşitdiyimə görə, ərarvat ki, kafe, restorana, hər öz şotun verir. O bizdə də. İndi bazı adamlar gəlir, Avropada qəşəng şeyləri çəkir, göstərir. Məsələn, ki, ya da kətdə yumurta alsan, pulunu da qoysan ora, satıcı zat yoxdur, heç kimdə daymır. Amma bizdə də qəşəng şeylər çoxdur, amma Avropadan bir köpəğli cavab belə şeyləri çəkməz.